Çünki Valih Hacıların övladı olmaq, onun adını doğrultmaq, onun adına yaraşır bir övlad olmaq böyük bir məsuliyyət tələb edir və biz bunu təbii ki, dərk edirik. Valih Hacılar, buradakı çıxışlarda da dinlərdik, özü həyatdayken heç vaxt anı günü keçirməyi xoşlanırdı, yubiley tədbiri keçirməyi xoşlanırdı, bunu etmirdi. Çoxlu kitablar nəşr olmuş, hətta onlar təqdimatlarla eləmirdi. Deyirdi, növbəti kitab yazım, sonra bir hesabat tədbiri keçirərəm, hamısını bir yerdə eləyərik, təkliflər olanda. Amma o dünyasını dəyişəndən sonra gördüyümüz odur ki, o unudulmur, o elə deşirdəndir. Hər il onun adı anılır, tədbirlər keçirilir. Müxtəlif təşkilatlar, müxtəlif qurumlar onun xatirəsini ehtiramla yad edirlər. Bu da onu göstərir ki, Valih Hacılar yaşadığı ömrü dəyərlə yaşayıb, şərəflə yaşayıb, ləyaqətlə yaşayıbdır. O yaradıcılığına diqqət yetirəndə, artıq Valih Hacılar dünyası dəyişəndən sonra bir neçə kitablar da nəşr olunur. Yəni, bu il Valih Hacıların Nizami müəllim Atatürk Mərkəzi Mehralı bəy kitabını Latin əlifbası ilə 25 il sonra yenidən nəşr edəcək. Folklor İnstitutunda yeni bir monoqrafiyası nəşr olunacaq. Türkiyədə bir kitabı yayınlandı, daha bir kitabı çapa hazırlanır. Sadəcə bir il içərisində 14 kitabı görürük ki, yayınlanacaqdır. Valih Hacılar özü həmişə o həyatda ikən öz dəyərini almayan insanlarımızı, böyüklərimizi bizə tanıdıbdır. Mehralı bəy bizə qazandırıbdır. Bizim qaçaqlıq hərəkatında məşhurlaşan qaçaqlarımızı bizə təqdim edibdir. Valih Hacılar Xəstə Hasanı, Xasik aşırımızı, türk dili neçə gürcü aşırını bizə qazandırıbdır. Və bugün biz geriyə baxanda görürük ki, Razim müəllimdir. O əlində diktafon, mikrofon, magnetofon, o Axalkələk bölgəsini gəzməsə, o dərin zəngin xəzinəni toplamasa, biz nə qədər böyük bir mənəvi, mədəni sərvətdən məhkum olmuş olardıq. Çünki vaxtilə o bölgədə yaşayan, o bölgədə türk ruhunu, türk dilini, türk mədəniyyətini daşıyanlar artıq həyatda yoxdular. Yeni bir nəsil gəlib, o nəsil də türk dilini bilmir, o babalarından qalma o xəzinəni özlərində daşımırlar. O, burada tələbələri əyləşib, o tələbələri ilə folklor ekspedisiyalarına gedib, bizim ucqar kəndlərimizdən o folklor xəzinəsini toplamasa, biz nə qədər böyük bir sərvətdən məhkum olmuş olarıq. Oradan da hər şeyin bir vaxtı var idi. Və şükür ki, o, həmin o zamanlar talih Valih Hacıları o bölgəyə saldı və o sərvəti o toplaya bildi. Orada yaşaya-yaşaya toplaya bildi. Çünki ona 90-cı illərdə Türkiyədə bizim öz arxivlərinə baxıram, çox nüfuzlu universitetlərdən dəvətlər var idi. Gürcüstanda siyasi-ictimai vəziyyət ağır idi, amma o Gürcüstanda yaşamağı üstün tutdu. Çünki o böyük ürək sahibi idi və o bir ürəkdə həm Borçalı Gürcüstan sevgisini yaşadırdı, həm Azərbaycan sevgisini yaşadırdı, həm Türkiyə sevgisini yaşadırdı, böyük Türk dünyası sevgisini yaşadırdı. Bunu böyük ürəyə malik olan insanlar eləyə bilər. Və şükürlər olsun ki, bugün Türkiyədə, Azərbaycanda, mən özüm bir alim kimi qatıldığım bütün tədbirlərdə elə mən belə biraz mübaliğəsiz deyirəm. Hər yerdə onu tanıyan, onun yaradıcılığını bilən bilim adamlarından qarşılaşıram. Valih Hacılar qədir bilən xalqımız, toplumumuz tərəfindən unudulmayıb, inşallah unudulmayacaq da və biz hər zaman onun övladları kimi ona dəyər verən bütün hamıya öz minnətdarlığımızı bildiririk. Bu tədbirin təşkilatçılarına, Elmlər Akademiyasına, onun rəhbərliyinə, Milli Elmi Kitabxana, Mərkəzi Elmi Kitabxanaya, xüsusən Soydaş İctimai Birliyinə, Kamran müəllimə təşəkkürümü bildirirəm. Sizin hamınıza bir daha minnətdarlığımı bildirirəm ailəmiz adından. Bizim aramızda olduğunuz, dəyərli vaxtınızı ayırdınız və Valih Hacıları yad etdiniz. Təşəkkür edirəm. Yaxşı olsun, olmur mu Nəsib bəy? Yox, o tərəfə eşitmədim. Sən elə 3-5 adam.